Ən çətin olan dediyiniz bir orqanın olmamasıdır və sən o orqanın yerinə bir şey qoymağa çalışırsan. Doğru diaqnoz qoymadığı üçün doğru müalicə üsulu getmir. Bu müalicənin fəsadları olur təbii ki və uşaq sağalmaq yerinə daha da pis vəziyyətə gedib çatır. Bunu içsə yan təsiri nə ola bilər? Bunu içsə nə ola bilər? Nə olanda mən sizi təkrar narahat eləyim? Bir insan xəstələnirsə, demək ki, tez xəstələnirsə, altda yatan bir problem var. Həmişə bir problem var. Bu uşaq nə oldu elə bu uşağı xəstələnmir, amma bu belə xəstələnir deyə bir tavır var. Bəs hər kəs öz övladını həqiqətən də xəstələndiyi zaman həqiqətən də ona həssaslıqla yanaşırmı? Problemlər var. Buradakı bir çox həkimlərə baxdıqla deyir ki, yox, mən gedim xaricdə bir həkimə göstərməliyəm. Bir neçə seans əməliyyat edib, yetər ki, orqanı itirməməyə çalışırıq. Hamının yaxşı bildiyi atopi deyə bir mövzu var. Uşaq bəs hansı sıxlıqda vitamin almalıdır və yaxud almalıdırmı ümumiyyətlə? Yüzlərlə, bəlkə də minlərlə əməliyyat etmisiniz indiyənə kimi. Və bu əməliyyatlar içərisində sizə ən çox təsir edən ya da ən çətin ola bilər. Sizin sahənizdə hansıyla qarşılaşmısınız? Öncəlikli olaraq, bəli, bilgisizlik, məlumatsızlıq, cahillik amili var. Cavid bəy, bu peyvəndlərdən danışsaq, bəzi qismlər deyir ki, peyvənd etdirmirəm, bəzi valideynlər peyvənd etdirmir, bunun fəsadları ola biləcəyini deyir, bunlardan çəkinirlər, amma bəzi qism isə bunun vacibiyyətini vurğulayır. Bəs siz necə bunun vacib olduğunu vurğuluyursunuzmu və yaxud da ki, bunun fəsadları ilə necə qarşılaşırsınız öz peşənizdə, sahənizdə? Ciddi olaraq peyvəndlə otizm arasında bir sübut tapılmayıb. Əsas özüm, əsas çözümə xoş gəlmisiniz. Bilirəm ki, bizə də bir çox müraciətlər olmuşdu tibbi mövzular haqqında. Bu səfər yenə sizi tibbi mövzularla qarşılayırıq. Bəli. Və qonağımız özü təqdim edər, amma mən özüm də tibb sahəsində olduğum üçün, bu sahənin içərisində olduğum üçün bir çox yerlərdən də eşitdiyimə görə və hər kəsin çox bəyəndiyi, əl işlərinə bələd olduğu, həqiqətən də təsadüfən bir çox yerlərdən eşitmişdim Cavid bəy haqqında və sözü Cavid bəyə verək, özünü təqdim etsin. Salam, hər vaxtınız xeyir. Təşəkkür edirəm məni dəvət elədiyiniz üçün. Mən də sizi aktiv olaraq izləyirəm. Düzdür, çox vaxt belə daha çox psixolojik mövzularda mən uşaq cərrahıyam. 2008-2014-cü illərdə İzmirdə, Türkiyədə Ege Universitetində təhsil almışam. Daha sonra yenə eyni universitetdə 2016-2022-ci illərdə Uşaq Cərrahiyəsi kafedrasında uzmanlığımı almışam. Orada elə deyirlər, uzmanlığımı almışam. İndi də son təxmini 3 ildir ölkəmizdə fəaliyyətimi davam elətdirirəm. Öncəliklər əvvəllər daha çox aktivən dövlət xəstəxanalarında işləyirdim. İndi isə yarı dövlət, yarı özəl Bakı Sağlamlıq Mərkəzində işləyirəm. Mümkün olduğu qədər hər yerdə, necə deyirlər, aktivitə, yəni fərqlilik və yaxud da yardım eləməyə çalışıram. Yəni eyni zamanda da təbibdə uşaq cərrahisi ekspert olaraq vəzifəmi davam elətdirirəm və bir neçə komissiyada da üzvəm. Cavid bəy, dediniz ki, uşaq cərrahıyam, zaten bilirdik bunu. Uşaq cərrahı olmaq, ümumiyyətlə uşaqlarla işləmək, bu bir peşədən daha çox biraz səbir tələb edir. Biraz müqəddəs bir peşəymiş kimi qəbul edirəm. Ümumiyyətlə uşaqlarla işləyən müəllimlər olsun, həkimlər olsun. Bunlara mən biraz daha fərqli baxıram. Eynilə sizin sahənizdə bu həkimlikdən daha çox biraz da uşaqlarla olduğu üçün daha həssas bir yerdir və mənə maraqlıdır ki, siz uşaqlara əməliyyatdan öncə və yaxud da sonra onlara hansı həssaslıqla yanaşırsınız? Gözəl bir nöqtədə əslində, düz deyirsiniz, bəli, uşaq sahəsi biraz fərqlidir. Çünki bizim baxdığımız sahə əsasən 0-18 yaş qrupudur və bu bizim ölkədə də belə təsdifatlandırılır. Bir çox dünyada, Avropa ölkələrində də bu şəkildə gedir. Yəni 18 yaşına qədər bireylər uşaq sayılır. Müəyyən yaş qrupunun dilini başa düşə bilirsən, yəni özlərini izah edə bilir. Amma çoğunluq qrup, yəni əməliyyat olan qrup, özəlliklə danışa bilməyən, dərini deyə bilməyən qruplardır. Hər şeydən öncə qarşına bir uşaq gəldiyində, bir xəstə gəldiyində ona varsa öz övladın kimi davranmalısan. Yəni öz övladına nəyi uyğun görürsənsə, necə olar ki, eləsəm az zərər olar, yəni onsuz da üsulu budur da, amma empati qurmaq çox önəmlidir. Necə ki, yadın uşağına sahiblənsən, yəni onu da öz uşağın kimi müalicə versən, tədavi versən, əməliyyat eləsən, o zaman düşünürəm ki, ən doğru yanaşma elə olar.
Buradan da belə bir şey çıxır bu arada. Yəqin ki, hamımız bu şeyə bələdik ki, öz övladımız kimi, nə mənada öz övladımız, yəni həqiqətən də öz övladım xəstələnsə, ən yaxşı müalicə necə alar deyə. Amma belə bir klişe var ki, adətə öz övladlarımız xəstələnəndə bütün bilgiləri unuduruq, bütün hər şeyi unuduruq. Biz də oluruq sıradan bir valideyn yəni. Bəs hər kəs öz övladını həqiqətən də xəstələndiyi zaman həqiqətən də ona həssaslıqla yanaşırmı? Axı bəzi valideynlər var ki, indi siz cərrahiyyə sahəsindəsiz. Bəzi valideynlər var ki, həqiqətən də uşağın bir problemi olur, amma çox gecikdirirlər onu həkimə gətirməkdən və yaxud da gözləyirlər ki, keçər, öz-özünə keçər. Yəni bu kimi hallarla rastlaşırsınız. O zaman valideynlər necə yanaşsın uşaqlara? Burada bir neçə fərqli amillər var. Öncəlikli olaraq, bəli, bilgisizlik, məlumatsızlıq, cahillik amili var. Digər bir amil isə xidmətə əl çatmamazlıq amili var. Artan bu sosial şəbəkələrdə artan reklamlardır, həkim reklamlarıdır, qulaqdan qulağa yayılan şeylərdir. Bunlar düzgün deyil. Nə mənada düzgün deyil. Həqiqətən də yaxşı həkim olub və təəssüf ki, özünü reklam eləmək məcburiyyətində qala bilir bugün. Mənim tanıdığım bir neçə belə sözün əsl mənasında yaxşı cərrahlardır, onlar uşaq cərrahlardır və işini göstərmək üçün bu insanlar şey eləməlidirlər, reklama getməlidirlər. Mənim özüm də az da olsa bir şey reklam eləməyə çalışıram ki, hani göstərək ki, bax doğru olan budur, düzgün olan budur. Amma ailələr bu şeylərə çox getməməlidirlər, araşdırmalıdırlar kimin, harda, necə oxuduğunu, uğurlarına baxmalıdırlar. Bunlar önəmli şeylərdir yəni. Gələk digər mövzuya, o xidmətə əlçatanlıq mövzusuna. Hər ailə uşağını xəstəxanaya apara bilmir. Bu istəyir maddiyyat açısından olsun, istəyir başqa nə açıdan olursa olsun. Nəticə olaraq bəli, ölkəmizdə 18 yaşına qədər uşaqlar icbari tibbi sığorta tərəfindən onsuz da qarşılanır təminatsız. Yəni hər hansı bir vəsaitsiz qarşılanır yəni. Ancaq bu ailələr, özəlliklə rayonlarda, regionlarda olan ailələr o həkimlərə çox güvənmirlər. Onlardan xeyir tapmayacağını düşünürlər. Qolumdan, qonşudan filan kəs uşağına belə istifadə, bu dərmanı almışdı, mən də alım. Filan antibiotik almışdı, mən də alım, ya bizimkinə yarar görər deyə və antibiotiklər üzərində şey yoxdur, onsuz da kontrol yoxdur. Bilirsiniz ki, istənilən yerdən gedib reseptsiz antibiotik ala bilərsiniz. Yəni istənilən yer deməyim də, yəni çox yerdən biraz denetləmə zəifliyi var təəssüf ki, bu mövzuda. Belə olanda da uşaqlar fəsadlaşmış olurlar. Bu hələ dediyim cərrahi xarici xəstələrdir. Cərrahi xəstələr isə, məsələn, mən uşaq cərrahiyəm. Mən bu işdə 6 ilimi vermişəm. Bunun üstünə uzmanlıq eləmişəm, rezidentur eləmişəm. Sırf bu sahədə mütəxəssisləşmək üçün yəni. Mən 18 yaş üstünə baxmıram. Əməliyyat da eləmirəm yəni. Bəzi çox nadir anadan gəlmə xəstəliklər var ki, bu xəstəliklər 45 yaşına qədər də gəlsə bu adam, bunun əməliyyatına gəlir, uşaq cərrahları eləyirlər yəni. Çünki bu məsələ böyük cərrahiyyədə keçmir yəni. Dediyim kimi, bunlar nadir anadan gəlmə xəstəliklərdir. Lakin öbür türlü mən qatılmıram, eləmirəm. Çox vaxt təəssüf ki, rayonda başqa həkimlər baxırlar, fərqli ekollar baxırlar. Deyək ki, bir başqa branşın, başqa bir birimin həkimi uşağı görür. Ən çox gördüyümüz yayğın mövzulardan biri, hal-hazırda öz sahəmə uyğun, uşaq cərrahiyyəsinə uyğun desək, enməmiş xəyalardır. Ən belə gələcəyi çox ciddi problemlə qarşılaşa bilən məsələ budur uşaqlarda. Sünnət deyil, yırtıq var, əməliyyat olacaq onsuz da qaçıq yırtığı mənasında, qrija dediyimiz mənasında. Bəli, varsa onsuz da əməliyyat olacaq. Lakin xaya məsələsi, xaya qadınlarda yumurtalığın qarşılığıdır. İndi sadəcə birindəki XX bağlıdır, o biri X7 yəni. Və bunlar gecikdirildiyində enməmiş xaya. Bunun üstünə mən belə onlarla videom var. Mənim, sonra mən Torul Lotuna bir yerdə işləyirik. Onunla bir yerdə dəfələrlə danışırıq, deyirik, belədir, bax, gecikdirməyin, eləməyin. Hələ də gəlir qarşımıza. 5 yaşında gəlir, 6 yaşında gəlir, 3 yaşında gəlir. Bəs nə etsinlər? Yəni bax bunu gördülər. Necə fərq etsinlər? Eynən. Bir qanun var, hər sahənin öz həkimi var. Amma ev şəraitində biz bir valideyn bu problemi necə fərq etsin?
Necə nə zaman bilməlidir ki, o artıq uşaq həkiminə müraciət etməli, təcili cərrah. SOS mən bunu həkimə aparıram. Hər şey doğuşdan bəri başlayır. Uşaq doğulduqdan sonra uşağı bir sabit pediatr olacaq. İzləyəcək, yaşına uyğun peyvəndlərini məsləhət görəcək, qidalanma proqramını çıxardacaq. Yəni 6 aya qədər sırf ana südü yoxdursa, ana südü təşviq edici proqramlar yoxdursa, o uşağa düşə biləcək ən uyğun əlavə yeməklər, hazır qidalar, yəni. Sonra 7-ci ayında bu olacaq, 8-ci ayında yumurtanın ağışı, 9-cu ayda yumurtanın sarısı. Bunlar daha çox pediatrik mövzulardır. Amma üstün bir şey mənasında, yəni bütün şəkli əmələ gətirmək üçün deyirəm. Amma hər həkim də doğru analiz və müalicə etmir axı. Yəni onu gözdən qaçırda bilər. Hal-hazırda valideynlərin çoxusu elə telefonla hər şey məlumat almağa çalışır. Yəni ona görə deyirəm ki, bunu bir valideyn həkim deməlidir. Necə bilə bilər? Çox gözəl bir nöqtəyə dəyindiniz, yəni. İndiki dövr belə ingilis dilində də demiş olsam double check dövrüdür. Yəni ki, özün də yoxla. Çünki texnologiya bugün demək olar ki, əlçatılmazdır. Əlçatılmaz dərkən, yəni çox asandır. Asanlıqla ulaşa biləcək bir şeydir, yəni. Mən 2021-də tezis yazırdım. 2020-ci ildən başladım tezis yazmağa. 2022-ci ilə qədər o tezisi yazmaq üçün 30-40 dənə kitab incələmişdim. Yazılar, dərgilər, oradan, buradan, eksperimental. Bugün o yazını yazmaq üçün 3 dəqiqə, 4 dəqiqə maksimum ehtiyac var. O ağıllı OpenAI-ın sunduğu ağıllı proqramlar var, işte ChatGPT var, DALL-E var, bir sürü şeylər var, süni intellekt var. Ora sadəcə düzgün promptu girəcəksən, düzgün istədiyini girəcək və sənə hər şeyi verir, yəni. Ancaq bu məlumatı dedim ki, pis istifadə eləməmək lazımdır. Yəni ki, elə hər hansı bir valideyn, bu hər təbəqədən ola bilər, əli texnologiyaya çata biləcək və texnologiyadan istifadə edə biləcək hər hansı bir valideyn elə asanlıqla yazsa ki, mən uşağıma doğuldu, işte 5 günlükdür, 6 günlükdür, 10 günlükdür, yəni. Bu uşağın 1 yaşına qədər baxılmağı, peyvənd proqramı, qidalanmağı necə olmalıdır deyib, bir cədvəl çıxart deyib promptu göndərəndə belə bir şey, hazır bir şey verir. Demirəm onu uyğulasın. Sadəcə onu götürsün, həkiminlə məsləhətləşəndə soruşsun ki, bax bu belədir, siz nə məsləhət görürsünüz? Bəli, yaxşı həkim tapmaq asan deyil, nə məsləhət görürsünüz? Double check, yəni ikili kontrol eləmək, yəni ki, bu həqiqətən də belədirmi, belədirmi? Təkrar edirəm. Demirəm ki, süni intellektdə yazılanı uyğulayın. O düzgün bir şey deyil, yəni. Tamam. Düzgün bir şey deyil. Çünki ailələr gəlirlər bəzən ki, biz yazdıq, belə bir şey çıxdı. Əməliyyatına aid belə bir şey çıxdı. O zaman onu cavab olaraq deyirik ki, o zaman siz gedin özünüz eləyin, yəni bunu bizə elətdirməyin deyə. Amma təbii yoxlamaq asandır. Həkimə gələndə bir suallar verməlidir. Həkimin həmişə dediyi doğru deyil, yəni. Nə mənada doğru deyil? Sual soruşmalısınız ki, bilmədiyiniz şey olanda aydın olmalıdır. Resept yazılır, dərman yazılıb. Gələndə xəstə mən soruşanda ki, məsələ, bu birinci dərmanı sizə niyə yazıb həkim deyə? Deyir, bilməm, yazdı, mən də içdim də, verdim şu an. Tamam, niyə yazıb da? Yəni, soruşmursunuz ki, həkim, bunu mən niyə yazmısınız bunu? 2, bu nə işə yarayacaq? Bu harasına kömək eləyəcək? Bunu içsə yan təsiri nə ola bilər? Bunu içsə nə ola bilər? Nə olanda mən sizi təkrar narahat eləyim? Nə vaxt gəlim, yəni? Deyilmi? Bunları soruşmaq lazımdır. Valideynlərin bir çoxu da təcrübəsizlikdən, sizin də dediyiniz kimi, adam o vəziyyətdə o qədər panikada, duyğular, kömək edəcəksə hər şey etməyə hazıram bir sistemi var beyində. Amma həkimlər yaxşı ola bilərlər. Demirəm onların uzmanlıqlarına və yaxud da təcrübələrinə. Amma bir həkim çox təcrübəsi ola bilər. Bayaq da söhbət elədik ki, yəni adamın 20 illik, 30 illik stajı var. Amma bir uşaq gəlir və doğru diaqnoz qoymur. Və onu şəxsən mən öz həyatımda da, öz uşağımda da yaşadığım üçün belə deyim də empatiya qura bilirəm bu situasiyaya. Və doğru diaqnoz qoymadığı üçün doğru müalicə üsulu getmir.
və müalicənin fəsadları olur təbii ki, və uşaq sağalmaq yerinə daha da pis vəziyyətə gedib çatır. Hə, başqa bir həkim, hansı ki stajı çox az, belə deyim də, stajı az olmaqla çox yaxşı diaqnoz qoyur və həqiqətən də o qədər səmimi və nə mənada səmimi, uşaqla bir empatiya qurub, individual kimi yanaşmaq lazımdır ki, uşağın hansı yöndən istiqamətləndirməli. İndiki həkimlərin bir çoxu elə gətirib götürür resepti, antibiotik yazır ki, həvşə bitdi. Qoy elə tez sağalsın. Amma uşağın hansı proses, bəlkə ki allergiyası var, bəlkə nə bilim nə bir prosesləri var. Təbii ki, hər bir həkimin protokolla işləməlidir. Protokoldan kənara çıxmamağa və individual da baxmaq lazımdır. Mən elə əsas bunu sual vermək istəyirəm ki, bax bu doğru diaqnoz qoyulmadı. Valideyn sual verir, nə etməliyəm? Adam özünə o qədər güvənlidir ki, mənim bu qədər təcrübəm var, sən mənə şübhə ilə mi yanaşırsan? Neçə aydır ki, xəstədir, nə üçün uşaq? Başqa həkim ona yaxşı təsir eləyirsə, yəni yaxşı baxırsa, o onun təcrübəsizliyindən deyil də, əslində diqqətsizliyindəndir. Cərrahiyyədə bu biraz fərqlidir. Ümumiyyətlə hər yerdə fərqlidir. Sadəcə tibb gündən-günə dəyişən bir şeydir. Əvvəllər laparoskop deyə bir şey bilirik də. Yəni ki, laparoskop kamera ilə minimal invaziv bir əməliyyat. Laparoskop deşiklə heç əlavə kəsir olmadan, qarın boşluğunu yarmadan. Laparoskop aləti çox 90-cı illərdə ortaya çıxarılıb, yəni. O vaxt tapılıb və o vaxtdan bəri icra olunmağa başlayır. Yəni bu günümüzə gəlib çatıb robot əməliyyatları. Robot necədir? Xəstəyə bir yerdə bağlayırlar portları, laparoskopun portlarını və bir konsol var, yəni cərrah evində də ola bilər, başqa ölkədə də ola bilər. Və bu gün bu dərəcəyə qədər gəlib çıxıb bu düzey. Nə demək istəyirəm? Tibb gündən-günə inkişaf elədikcə hər həkim də öz sahəsini güncəl izləməlidir, yəni. Bizim ölkədə yoxdurmu? Çoxdur. Bugün protokol xarici tərk edilmiş şeylər, dərmanlar var ki, bunların ciddi yan təsirləri var və bütün dünyada və Avropadakı protokollardan çıxarılıb bu dərmanlar. Lakin Rusiyada hələ də istifadə olunur. Avropa və Amerika bir dərmanı çıxardanda və yaxud da dünyanın çox hissəsi protokoldan çıxardanda o dərmanı, onu bir çalışmanın əsasına görə çıxardırlar. Yəni deyir, məsələn, 100 uşağa verdik, ya da ki, illərlə verilən uşaqlarda belə bir problem çıxdı, geriyə dönük baxdıq, görək bunun səbəbi nədir deyə və bununla bunun arasında, bu dərmanlar arasında güclü bir bağ tapdıq və bunu çıxartdıq deyə. Və protokoldan çıxarılanda bu protokolu izləyən həkimlər də bunu dayandırırlar istifadəsini. Amma bizdə məsələn bunlar hələ davam eləyir. Siz onu izah eləsəz də, siz dərkən biz, yəni həkimlər arasında danışılanda məsləhət verəndə ki, bunları saxlayın deyə, bunlar istifadə eləməyin deyə. Onlar, amma biz bunu 10 il əvvəl istifadə eləyirdik, 5 il əvvəl də istifadə eləyirdik, 15 il əvvəl də istifadə eləyirdik. Uşaqlar yarar görürdülər. Kimisindən bir şey gəlir, defans gəlir, yəni bir qoruma gəlir. Hər həkim öz üstündə işləməlidir bugün. Dediyim kimi, texnologiya yüksək səviyyədədir. İnternetdə bir cib telefonundan ulaşa bilməyəcəyiniz, tapmayacağınız heç bir məqalə filan yoxdur. Harda istəyirsiniz oxuya bilərsiniz, nə eləyəndə oxuya bilərsiniz. Oxumağınıza belə ehtiyac yoxdur artıq. Məqaləni tapın, telefona deyin ki, bunu mənə oxu. Xarici dildədir. Asanlıqla Azərbaycan dilinə çevir. Mənə bu məqaləni vaxtım yoxdur oxumağa. Səsli özün narrate elə, yəni denən oxu. Yenə oxuyacaq. Yəni ki, bugün bilgi, məlumat, informasiya asanlıqla əl çatıla biləndir. Yetər ki, insan öz üstündə işləyib inkişaf eləməlidir, yəni. Razıyam. Sizin əsl şeyinizə gələndə isə bu həkim pisdir, bu yaxşıdır demək biraz düzgün deyil ümumiyyətlə. Çünki həkim Pis deyil də individual, yəni yanaşma tərzi. Mənim problemim həkimin heç bir həkimə mənasında deyil. Sadəcə olaraq həkimlərin də uşaq sahəsindən deyil, bütün sahələr əslində bunu cəmləşdirirəm. Çünki şamil etmək nəyə görə lazımdır? Çünki hər kəsin burada artıq canı və öz sağlamlığından söhbət gedir. Mən bunu illər öncə istifadə etmişəm bu prosesi, indi də edirəm.
deyilən bir şey yoxdur. Çünki artıq bunu əgər çıxardıblarsa ya da hansısa bir damcı da olsa bir təhlükəli bir versiyası varsa, artıq bunu etməmək lazımdır. Sizin dediyiniz kimi informasiya razıyam, əlimizin altındadır. Amma bu informasiyanı doğru istifadə etmək bizim əlimizdədir. Amma insan var ki, hə mən bu qədər oxumuşam, bu qədər təcrübəm, bu qədər pasiyentlərim var, bu qədər xəstələrim var, yetər. Mən artıq oxumayacağam, mən artıq özümü gəlişdirməyəcəm, yeni texnologiyalardan, yeni şeyləri istifadə etməyəcəm. Biz özümüz psixoloq da olsaq, insanıq. İnsanlar dəyişdikcə, gəlişdikcə biz özümüzü təkmilləşdirib yeni şeylər, yeni sahələr, yeni formalar öyrənmək məcburiyyətindəyik. Yəni sadəcə bir sahəyə şamil etmirəm, bütün sahələr belədir. Bəli, Amma bütün sahələr uşaq belədir, haqlısınız. dediyimizi Rüyəli xanım da video başlanğıcı. Məncə uşaqlar daha deməyim, yəni biraz orada məsum, yəni daha biraz fərqlilik var. Çünki onlar dilini yoxsa, yəni onlar deyə bilmirlər. Onların dili daha çox valideynlərdir. Hə, valideynlər hər zaman həssas olurlar. Yox, təbii ki. Amma valideynlər öz övladları haqqında düşünəndə ən yaxşısını düşünmək istəyirlər. Ayrıca hansısa bir uşaq çox pis vəziyyətdədirsə, mən deyərdim ki, Azərbaycandakı bu formadansa deyir ki, yox, əgər imkanı da varsa, maddi imkanı varsa, xaricə aparırlar. Şəxsən heç uşaq da kənara dursun, böyük yəni problemləri var. Buradakı bir çox həkimlərə baxdı falan. Deyir ki, yox, mən gedim xaricdə bir həkimi göstərməliyəm. Görüm o nə deyəcəkdir. Bir çoxu məncə bu var ki, böyük bir problemlə rastlaşdırsa, tez xaricə gedir. İstər Türkiyə olsun, istər Avropa olsun, istər başqa bir ölkə olsun ki, yəni bizim də bir çox yaxşı həkimlərimiz, savadlı, çox gözəl kadrlarımız elə orada işləyirlər. Burada gəlmək istəmirlər ki, yəni zaten Amma bizim də ölkəmizdə çox yaxşı savadlı həkimlərimiz var ki, bəzən yəni ətrafdan, kənardan eşitdiyim qədərilə də xaricə götürdüyü təqdirdə orada hər hansı bir yəni qarşılığını almayıb, buradakı həkimlərin müalicə etdiyi yəni o xəstəlik daha tez sağalır və yaxud orada səhv diaqnoz qoya bilirlər. Bunda bir çox şahid olmuşuq. Yəni burada da var. Amma niyə görə bəs valideynlər və yaxud hər hansı bir böyük şəxs olsun, burada getmək istəmirlər ya da araşdırmırlar ki, burada da həqiqətən də savadlı həkimlərimiz var. Çünki ya onun çox əslində açıqlaması var. Bizə ən yaxın ölkədən, yəni Türkiyədə təhsil almış gəlmiş uzmanların bir çoxu geri qayıdırlar. Qayıtmaq fikrindədirlər. Mən şəxsən özümdən götürürüm və mən də qayıtmaq istəyirəm açıqcası. Qayıtmaq və yaxud da daha sistematik bir yerdə gəlib işləmək istəyirəm yəni. Bir kere həkim olaraq da mənim misal üçün getmək istəməyimin səbəbi odur ki, mən kimi yetişmişəm araşdırmacı olaraq. Yəni davamlı tədqiqat aparasan, elədiyin əməliyyatları gördüyün xəstəliklərdən bir nəticə çıxardasan, yazı yazasan, deyəsən ki, mən misal 30 dənə belə xəstəlik gördüm. Bunun içindən bu qədər şey tapdım yəni. Bunun belə bir şeyə yararı ola bilər. Və elm dünyasına belə qatırsan bir şeyi, o səndən yazı götürürsən, ondan bir parça götürürsən, bir şeylər inkişaf edir əmələ gəlir. Çünki biz oxuyub gəldiyimiz yerlər, mənim şəxsən özümdən gedim, bütün örnəyi kimsəyə bir şey deməyim. Mən Ege Universitetində təhsil almışam. Sonra universitet xəstəxanasında rezidenturamı eləmişəm. Universitet xəstəxanasının sistemi belə qurulub ki, bir xəstəxanaya girəndə çarə tapmadan çıxa bilməsin. Aydındırmı? Universitet xəstəxanası budur. Türkiyədə fərqlidir. Universitet xəstəxanası var, eğitim araşdırmalar var. Eğitim araşdırma bizim dildə elmi tədqiqat institutları kimi, yəni eğitim araşdırma var, dövlət var, özəlləri saymaram belə. Tamam. Falan həkim, məşhur həkim orada işləyir, burada işləyir olsa belə, ailə riski almır onu. Və gedib xaricdə müalicə almağı daha çox şey eləyir, daha çox tərcih eləyir. Ən çox sizlə danışmışdım şeydən əvvəl, proqramdan əvvəl bizə maraqlı gələn mövzulardan dedim ki, daha çoxdur. Dediniz ki, məsələn, tez-tez xəstələnən uşaq. Bu böyük bir başlıqdır.
Tez-tez xəstələnən uşaq nə deməkdir? Bunu göz önünə tutmaq lazımdır ki, bir insan xəstələnirsə, demək ki, tez xəstələnirsə, altda yatan bir problem var. Həmişə bir problem var. Bu uşaq nə oldu elə bu uşağı xəstələnmir, amma bu belə xəstələnir deyə bir tavır var, bir taviz var. Ən çox qabaqda gələn problem əlbəttə qidalanmadır. Yeməkdir. Nə mənada? Mineral, vitamin almaq, hamısını qəbul eləmək. Bunlar önəmlidir. Bir uşağın doğru düzgün inkişaf eləmək üçün, böyümək üçün, yəni deyək ki, onlar normaldır, qidalanmaz. Amma bu uşaq tez-tez xəstələnir yenə. O zaman altda gələn problemlərə baxmaq lazımdır. Hamının gözündən qaçıb da əslində hamının yaxşı bildiyi atopi deyə bir mövzu var. Allergiya mövzusu var yəni. Atopik uşaqlar xəstələnməyə yatqındırlar. Çünki bu uşaqların akciğerləri, tənəffüs yolları, ümumiyyətlə bədənində sürekli, yəni davamlı bir iltihabi proses gedir. İltihab deyəndə yəni inflamasyon prosesi gedir yəni. Toz olsun, qida olursun, bir neçə minlərlə, milyonlarla allergi səbəbləri var yəni. Və bəndə proses getdikcə bu uşaqlar daha çox şey olmağa başlayırlar. Tənəffüs yolu problemləri yaşamağa, infeksiyalar yaşamağa başlayırlar. Atopik uşaqların, allerjik uşaqların ən çox qarşılaşdığı infeksiya pneumokok infeksiyalarıdır. İsbat olunmuş bir şeydir sübutlar arasında. Allergik bir çox şeyin altında durur. Kronik xəstəliklərin altında durur. Allerjini müalicə eləyə bilməsən, düzgün vaxtında müalicə eləyə bilməsən, uşaq onsuz da inkişafdan dayanacaq. Bir astma əmələ gələcək. Astma. Bilirsiniz hamı. Bəli, bəli. Əslində basit bir allerjinin qarşısı alındığında və yaxud da ağrıdırsa, getdikcə ağırlaşdığını görürsə valideyn, bunun səbəbini tapıb önləndikdə ciddi xəstəliklər önlənəcək. Bu unudulmamalıdır. Ayrıca yeməklərdə bayaq dediyim kimi bəzi elementlər, vitaminlərdir. Məsələn, bir çalışma var, deyir ki, B vitamin əksikliyi də, vitamin D-nin əksikliyi də xəstəliyə özəlliklə yol açır. Bütün mineralların, vitaminlərin əksikliğində xəstəlik ortaya çıxır, yəni hər bir öz şeyi var. Amma tez-tez xəstələnən uşaqlarda D vitamin azlığı da görülür. Artıq xəstəlik olduğu üçünmü D vitamin az metaboliklə nə gəldi, yoxsa D vitamin o haqqda tam bir şey deyə bilməyəcəm, amma bu da bir sübutlu isbatdır, yəni ki, qidalanmanın nə qədər önəmli olduğunu, vitaminlərin nə qədər önəmli olduğunu göstərir. Uşaq bəs hansı sıxlıqda vitamin almalıdır və yaxud almalıdırmı ümumiyyətlə? Əlavə vitamin almasının uşaqlara bir dozalarda pediatr tərəfindən təyin olunur. Eynən ki Çox olur. fazla aşmadıqca, yəni həddi keçmədikcə, yəni ki, onun dozajları yaşına görə, preparatlara görə ayarlanır. Onların bir zərəri yoxdur və çoxu zərər verir, yəni. Necə ki, vitaminləri ciddi bir preparatdırlar, yəni. Məsələn, yazılır 5 damla. Səhər axşam 5 damla. Billəri, nənə filan deyir ki, yox, 5 damla bu uşağa heç nə eləməyəcək. 20 damla. Qoy nə qədər gəlsin. Bol yesin, daha yaxşı olsun deyə bunlara diqqət etmək lazımdır. Hər şey çox uzaq. Çox uzaq ola bilir, yəni. Cavid bəy, bu peyvəndlərdən danışsaq, bəzi qismlər deyir ki, peyvənd etdirmirəm, bəzi valideynlər peyvənd etdirmir, bunun fəsadları ola biləcəyini deyir, bunlardan çəkinirlər, amma bəzi qism isə bunun vacibiyyətini vurğulayır. Bəs siz necə bunun vacib olduğunu vurğuluyursunuzmu və yaxud da ki, bunun fəsadları ilə necə qarşılaşırsınız öz peşənizdə, sahənizdə? Mən gördüyüm valideynlərdən, yəni yanıma müraciət edən valideynlərdən niyəsə son zamanlarda 5 valideyn mən 3-ü övladlarına peyvənd etdirməməyi düşünürlər. Əvvəllər bu ayrılmırdı. Məsələn, Türkiyədə də görüldük, işte elətdirmirik filan, autizmə səbəb olur deyirlər. Və bunu biz görürdük, yəni çox sosial-ekonomik düzeydə yüksək təbəqədən görürdük yəni. Çünki onlar deyirlər, nə biləm, falan alış-veriş mərkəzində belə gördük, falan holdingin uşağı belə oldu deyə və bağlayırlar, autizm oldu, nədən sonra? Peyvənddən sonra. Bunu kəsəl işləyir burada. Uşaq danışmır, bir şey olmur, eləmir, peyvənd elədik, ondan sonra belə oldu. Tibbi olaraq peyvəndlə autizm arasında bir sübut tapılmayıb, araşdırma yoxdur. Lakin
peyvənd olmayandan uşaq xəstəliyindən itirilən uşağın sayısı, yəni təəssüf görən uşağın sayısı peyvənd olandan qat-qat çoxdur. Son zamanlarda özəlliklə bu sosial şəbəkələrə görə Covid dönəmi buna biraz da olmağa başladı. Biraz qızışdırmaq kimi oldu yəni. Ailələrin çoxu artıq sosial-ekonomik düzey demədən, varlı kasıb təbəqə demədən artıq də olsa deyir ki, Peyvənd. elətdirmirik yəni. Səbəb? Deyirlər ki, uşaq xəstə olacaq. Nə xəstəsi olacaq? Bilən deyir ki, otizm olacaq, bilməyən deyir ki, nəsə olacaq da yəni. Elə eşitmişik, elətdirmirik. Peyvənd ilk dəfə 18-ci, ilk peyvənd ilk dəfə 18-ci əsrdə tapılıb. 18-ci əsrin sonuna doğru tapılıb. O adamın tapdığı peyvənd o xəstəliyə qarşı, çiçək xəstəliyinə qarşı bugün yoxdur. Onun səbəbi vaxtında o peyvəndi bütün insanların dünyada istifadə eləməyə idi. Ayrıca çox adam bilmədiyi poliomiyelit ya da polio xəstəliyi var. Polio xəstəliyi də uşaq ifliclərinə səbəb ola bilir. Peyvənd olmayana qədər, yəni ümumiyyətlə, 2 uşaqdan, 2 insandan biri bu virusdan ölürdü. Peyvənd olanın isə ölmə ehtimalı 11%-dir. Və bu ciddi bir virusdur. Bu da polioda səhv eləmirəmsə 80-mi 90-cı illərdə elan elədilər ki, biz dünyadan polionu eradikə eləmişik. Yığışdırmışıq, yəni təmizlədik artıq deyə. Amma indi geri qayıdıb onlar. İndi artıq çiçək xəstəliyi də geri qayıdır, polio da geri gəlir. Bunların hamısı ailələrin bu peyvəndlərdən uzaq durmalıdır. Oral polio dediyim 2-4-6-cı ayda olunan, sonra onların içində ən önəmlisindən biri də pertussis boğmaca dediyimiz xalq dilində göy öksürək. Göy öksürək xəstəliyi. Çox yayğındır. Mən də eşitmirdim. Türkiyədə eşitməmişik. Mən çox astanlığımda orada oxuyanda, tələbə olanda belə boğmacalı xəstə az gəlirdi. Bilinənə qədər ki, bu həqiqətən də Borutovo pertussis tərəfindən olan, hani bu kitabda oxuduğumuz boğmacadır mı? Kitabda oxuduğumuzdur yəni. Səbəb? Nədir səbəb? Aşı yoxdur, peyvənd yoxdur. İndi o aşı deyirik, bu da peyvənd yoxdur. Vaksinasiya yoxdur. Vaksinasiya olmamış uşağın, vaksinasiya ailələrin fikrinə görə olub da otizm olma ehtimalı, vaksin olmayıb da o xəstəliyə tutularsa başına ciddi bir fəsad gəlmə ehtimalından qat-qat azdır otizm olma ehtimalı. Əgər elə bir şey varsa deyirəm, var olduğunu varsayıram. Amma öbür türlü olmadığında isə görəcəyi zərər yüksəkdir. Covid peyvəndini bura qatmayaq. Çünki hələ də nə olduğu bilinmir. Covid ciddi pandemiya gördük. Tez bir zamanda sürətli peyvənd çıxarılmalıydı. Bir sürü insan görənlər dedilər ki, biz bundan zərər gördük. Bəziləri dedilər belə şey gördük deyə. Ona bir şey deyə bilməyəcəm. Mən öz sahəmə görə əsasən Yüzlərlə, bəlkə də minlərlə əməliyyat etmisiniz indiyənə kimi. Və bu əməliyyatlar içərisində sizə ən çox təsir edən ya da ən çətin ola bilər. Sizin sahənizdə hansıyla qarşılaşmısınız ya da etmisiniz? Ən çətin olan dediyiniz bir orqanın olmamasıdır və sən o orqanın yerinə bir şey qoymağa çalışırsan. Deyək ki, qida borusunun olmaması. Qida borusu bədəndə ola biləcək, müalicəsi, çözümü olmayan bir orqandır. No man's land deyirlər. Heç bir insan torpağı deyil, heç bir cərrah da sevməz qida borusunu. Çünki yerinə qoya bilinəcək bir şey yoxdur və çox həssasdır qida borusu. Qida borusu bir kərə zərər gördü mü, bir daha düzəlməyəcək. Zərər görmək də şu mənasında. Məsələn, evdə sirkə içən uşaqlar, təmizləyici vasitələrə həmişə deyilir ki, bunların uşaqların görə bilməyəcəyi, edə bilməyəcəyi bir yerlərə qoyun deyə yəni. Bugün görünmürük, burada çox görürük. İnkişaf eləmiş ölkələrdə məsələ artıq şey görünmür. Bu kostik kimi görünmür. Tuz ruhu, ləubaçıcı, ciddi alkalik, əsaslı və turşulu təmizləyicilər, onlardan uşaqların qida borusunun zəhərlənməsi faktorları görünmür. Konqreslərə gedirik, məsələ Almaniyadır, Finlandiyada. Almaniyada çıxırsa Türk ailədən çıxır. Ya da digər şeylərdən. Yəni bu konunu, bu gələnəyi özünlə oradan bura gətirənlərdən çıxır. Başa düşdünüz? Yəni təmizləyicilər bununla olmalıdır. Ev işdə
bununla təmizlənməlidir yerdə burada. Bu da belə əl altına qoyulmalı olanlardan olur. Yoxsa inkişaf etmiş şeylər, ölkələr biz konqreslərə gələndə həmişə şeylə həsədlə baxırlar ki, bizdə yoxdur belə bir şey. Şey mənasındadır. Biraz ironik kimi olur amma bizdə yoxdur belə şeylər yəni. Ya da ki şey kimi bəzi ölkələrdə hələ də qalmış histotik parazit kimi yəni. Onlar bizim ölkələrdə var. Bizlər kimi daha çox malqara, kontrolsuz malqara kontrol olan yerdə. Onlar bizim konqresə gələndə biz bir şey son anda göstərdik ki, bu var idi, çıxartdıq belə izləyiyor. Belə heyranlıqla izləyirlər ki, nədir yəni, bunlar var hələ də yəni. Biz də deyirik belə, təəssüf ki, hələ də var. Qida borusunu yerinə qoymaq qədər anadan gəlmə qida borusunun olmaması var. Qida borusu xatircə dediniz. Bəzən onlar qarşı-qarşıya gəlməyə bilirlər. Yəni birləşdirə bilməyə bilirik. Arada çox məsafə olur yəni. O zaman müəyyən texnikalarla boşluq da olsa onları mümkün qədər yaxınlaşdırıb ya da bir neçə seans əməliyyat edib, yetər ki, orqanı itirməməyə çalışırıq. Az da olsa istifadə eləməyə çalışırıq. Yəni. Çalışırıq dərkən siz özünüzü nəzərdə tutursunuz deyə düşünürəm. Bəli, Sizin mən özümü nəzərdə uğurunuzdan nəzərdə tuturam. Elə görmüşəm. Yəni ki, bir orqan varsa... Sizin də uğurlu cərrah olduğunuzu bildiyimiz üçün düşünürəm ki, bunu da ölkəmizdə uğurla edən tək tük cərrahlardan birisiniz deyə düşünürəm. Bəs bir sual verəcəm, hətta 2 sual verəcəm, amma siz arda-arda davam edərsiniz. Birinci sualım odur ki, əməliyyatdan öncə və sonra uşaqların bu əməliyyata hazırlıq prosesində siz necə dəstək olursunuz onlara? Çünki bunlar uşaqlar və bəzən qorxa bilərlər, bəzən heç nədən xəbəri olmaya bilər. Anası ona yalandan heç nə yoxdur deyə gətirə bilər ki, heç nə olmayacaq, amma uşaq birdən-birə qorxa bilər. Travma Və ola siz bilər. bəli travma ola bilər. Siz burada həssaslıqla necə yanaşırsınız? Təbii ki, sualımı daha sonra deyəcəm. yaş qrupuna görə dəyişir. 10 yaş üstü, 9 yaş üstü xəstələrlə, uşaqlarla necə deyərlər, bir uşaqlaşa bilirsən. Dostlaşa bilib, danışa bilib, bitər izah eləyə bilirsən yəni. Uşaqların da böyüklər kimi əsli çox da fərqi yoxdur. Hamının qorxduğu bir şey var yəni, o da ağrıdır. Uşaqlar həkimə gələndə iynədən qorxurlar, böyüklər həkimə gələndə həm iynədən qorxurlar, həm də başa düşdükləri şeydən qorxurlar yəni. Ağrıdır bir də bunların təməlində yatan bir şey. Bizim işdə, sahədə ən güvən verəcəyimiz şey öncəlikli olaraq uşaq deyil, ailədir. Ailəyə güvən verə bilsəniz, ailə sakitləşsə, uşaq valideyninə baxaraq sənə qarşı nətər davranır. Valideyn səninlə gülərək, çox səmimi şəkildə söhbət eləyəndə, yaxınlıq olanda, yəni mənəvi çox gülər üzlü davrananda uşaq səni də özünə onlar kimi yaxın bilməyə başlayacaq yəni. Bu güvən vermənin təməlində yatır yəni. Amma ailə sənin qabağına aqressiv gələndə və yaxud da bir şey dediniz, razılaşmadı, eləmədi və yaxud da pis qarşıladı ya da ki bilir bunun çözümünü, amma üzülür və bu üzüldüyünü uşağı da yansıdırsa uşaq görür ki, ana ağlayır, misal üçün, ata ağlayır və üzülür yəni. Sonuçta uşaq başa düşür ki, burada nəsə bir şey getmir və uşaqla sənin bağ qurmağın biraz çətinləşə bilir yəni. Cavid bəy, ikinci sualımıza gəlmiş olsaq, bir xəstə sizə təkrar gəlirsə, bunun səbəbi nədir? Düşünürəm ki, bunun ən önəmli səbəbi güvəndir. Və Xürqə xanım da dedi, yəni bir həkimə təkrar getməyinin səbəbi özünün, uşaqları üçün bir güvən olmalıdır. 2, sadəcə güvən deyil, eyni zamanda da öz övladları üçün yarar görməlidir ki, həqiqətən də şəfa tapırsa. Mən düşünürəm ki, ən əsası bu 2 amil olmalıdır. Yəni, bir güvən, o çox önəmlidir. 2 isə yararlı ola bilmək məsələsidir. Yəni, bundan o tərəfə düşünəcəyim bir şey yoxdur. Çox gözəl Çox sağ dediniz, olun. həqiqətən də. Məncə həyatda hər şeydən vacib, pasiyentlə həkim münasibətlərində iş sağlamlıq və kritik mövzularında güvən çox önəmlidir. Bizim sahəmizdə də. Yəni elə. bizim hər sahədə belə Hər eynən sahədə. ki, nə gözəl ki, belə Və bundan gözəl əlavə də gülər üzlülük, orada səmimiyyətin Zaten hiss güvəni olunması. məncə yaradan şeylərdən biri bu səmimiyyət, gözəl müsbət enerji də daha var. Əlbəttə. Yəni bu güvən məncə bu yaradır ki, məncə bu sizdə çox hiss olunur. Həqiqətən də
Nə yaxşı ki, belə həkimlərimiz var və diqqətlə öz pasiyentinə, valideynlərə çox gözəl informasiyalar verirlər. Çox sağ olun ki, belə bizi maarifləndirdiniz. Ümid edirəm ki, bu videonu izləyənlər də bizə qatılarlar. Çox sağ olun. Həqiqətən maraqlı video oldu. Nə qədər yararlı ola bildimsə bilmirəm. Çünki qarışıq danışdıq, belə tam olaraq bir sahədən danışmadıq. Yəni Məncə bir çox önəmli, Təşəkkürlər. vacib və gözəl məqamlara çox toxundunuz. Siz danışdıqca mənim də beynimdə bir çox o əsas vacib məqamlar öz yerini tapmış oldu və hələlik yekunlaşdırırıq. Bizim bir çox qonaqlarımız təkrar gəlirlər. Nəyə görə? Bayaq siz dediyiniz kimi güvən, səmimiyyət və xoş üz gördükləri üçün. Gələn görüşlərdə inşallah yenidən birlikdə olmaqla Eynən. hələlik Görüşərik, hələlik. gələn görüşlərdə